Trenddən brendə gedən yol part 9. Salam, hər vaxtınız xeyir olsun dəyərli müştərilər. Sizlər üçün bu günləri ovalon modelinin hazırlama və boyalanma prosesini video şəklində çəkib paylaşırıq. Videoda gördüyünüz kimi Elmədin usta yenə almalı frezi kəsir, doğrayır, tökür, yığır və ortaya çox gözəl bir nəticə alınır. İnşallah videonun sonunda sizlərlə evdən çəkdiyimiz görüntünü sizinlə paylaşacağıq. Məncə çox gözəl və çox mükəmməl bir jurnal alınıb. Və burada gördüyünüz kimi Elmədin usta kleyləyir, qalınlaşma prosesini aparır və bundan sonra artıq digər hissəsini qoyur və burada gördüyünüz kimi bu hissəni də qoyur, kleyləyir, skopla bərkidir, sonra şurupla bərkidir. Və burada isə artıq kənarlarını skoplayır, hər birini bərkidəndən sonra digər hissəsini hazırlamağa keçəcəyik. Və burada çeviririk, üst hissəsi görünsün necədir və görüntü buru hal-hazırda xam vəziyyətidir. Xatırladaq ki, məhsullarımız MDF materialdan hazırlanır. Qalınlığı 18 mm qalınlığındadır. Məhsulun hər bir hissəsi görünən və görünməyən, altı, üstü hər bir hissəsi astar boya lak prosesindən keçir. Və müştərimiz bir dənə ovalon jurnalini, bir dənə isə sehpa istəmişdi. Və burada gördüyünüz kimi artıq boyalanıb, dolğulanıb hazırdır. Üstünə məhv boyasına müştərinin zövqünə uyğun istədiyi rəngdə rənglənir. Və quruyandan sonra artıq buna dolğu dəyəcək. Dolğudan sonra yenə şuruplanıb, növbəti proses isə artıq lak prosesi olacaq. Və gördüyünüz kimi tam təmizlənir, hazırlanır. Və növbəti proses. Burada isə son tamamlanma işləri gedir. Hardasa xırda ləkələr və yaxud da nəsə problemlər varsa, son tamamlanma işində o da götürülür. Və burada isə artıq hazırdır. Alt hissəsidir bu, üst hissəsi hələ hazır deyil. Alt hissəsinə lak vurulur. Öndə gördüyünüz o sehpa isə eyni müştərinin də eyni rəngdədir. Ona da lak verəcək, hazırlanacaq. Müştəri əslində bizim Instagram səhifəmizdə olan şəkildən görüb bəyənmişdi. Biz onu uyğun hazırlayırdıq. Və hazır edib şəkili göndərəndən sonra mərmərin tünd olduğunu verir. Daha çox ağ rənglərin olmasını istədi. Və biz də rəngi yenidən dəyişdik. Videoda görünən hissəsində öncəki sifarişdir və Rəcəb usta burada gördüyünüz kimi hazırlayır, mərmər çəkir, sağ olsun, əllərinə sağlıq. Bu şəkildə gördüyünüzdür, baxın telefonda göstərirəm, bu şəkildə gördüyünüzü orada yaratdıq. Amma müştəri dedi ki, rəngin daha çox ağ olsun, burada qatışıq rənglər çoxdur, ağ olmasını daha çox istəyərdim. Və bu rəngi silib yenisini çəkdik müştəri üçün və buradakı hazır vəziyyətidir. Xeyirli olsun müştəri üçün, evdən çəkmişik, o isə sehpasıdır. Və siz də belə gözəl sərgəli mallar sifariş verə bilərsiniz. Hər birinizə təşəkkür edirik, minnətdarıq.